وقل رب زدني علما. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Və qardaş soruşur ki, cümə günü imam iqamədən qabaq insanları səfə durğuzur və sonra iqamə olunur. Yəni belə etmək olarmı? Yəni hər hansı bir məscid imamı. Birincisi, onu deyim ki, bu şeylərdən qabaq məscid imamları, onlar məscidə ən haqlı insanlardır. Məscid imamları məscid haqqında ən haqlı insanlar sayılır. Bu barədə Allah Resulü sallallahu aleyhi və səlləmdən hədis var. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm "Lə yəummur raculu alə-raculi fi sultanihi." Bir kişi başqa bir kişiyə onun sultanlığında, yəni onun hökmranlıq elədiyi yerdə imamlıq etməsin. Yəni, bu hədis ümumidir. Həm məscidə aiddir, həm aiddir evə, həm aiddir hər hansı bir şirkət olsun, yer olsun, restoran olsun. Əgər oranın sahibi varsa, yəni oranın sahibindən icazə alınmalıdır. Həm azan veriləndə, həm namaz qılınanda, həm nəsə bir şey olunanda, yəni mütləq ondan icazə alınmalıdır. Buna deyirlər, "Lə yəummur racul alə-raculi fi sultanihi." Yəni, məscid imamları daha haqlıdır. Çünki onlar həm bu hədisə görə daha haqlıdırlar məscidə, həmçinin onlar haqlıdır nəyə görə? Hakimlərin onları təyin etdiyinə görə. Onlara məsciddə olunan itaət təbii ki, mərufda, yəni itaətlərdə Allaha asiliyə çağırmırlarsa, onlara tabi olmaq vacibdir, məscid daxilində. Çünki onlar məscidin rəhbəri imamı sayılırlar. Aydınmı? Bu, yəni İslama görə, qaydaya görə belədir. Nəyə görə? Atiullah, Allah Azze ve Celle buyurur ki, "Ya eyyuhellezine amenu atiullaha ve atiur rasulə və ulil əmri minkum." Yəni Allaha və Rasuluna və əmr sahiblərinizə itaət edin. Yəni əmr sahibinə itaət etmək, əmr sahibinin təyin etdiyi hər kəsə öz işində, öz yerində itaət etməklə olur. Təbii ki, asiliyi əgər əmr etmirlərsə. Əgər asiliyi əmr edərlərsə, Allaha qarşı çıxmağı və yaxud da bidət bir şeyi əmr edərlərsə, onda la ta'atə li məxluqin fi ma'siyyətil xaliq. Xaliqə asilikdə məxluqa itaət yoxdur. Amma məscid imamı əgər bir əməl edirsə, deyək ki, səhvləri düzəldir iqamədən qabaq. Və həmçinin deyək ki, necə ki bizdə baş verir, iki sütunun arasında insanları deyir ki, burada dayanın. Aydın mı? Və biz bilirik ki, iki sütunun arasında dayanmaq qadağa gəlib. Və digər əməllər hansı ki, bu əməllərə əməl etmək nədir? Mərcuhdur. Nədir? Mərcuh. Mərcuh nədir? Xilafur racih. Yəni, racih əməlin əksidir. Racih əməlin əksidir. Deyirik ki, alimlər qayda deyir, "Əl-ictima'u aləl-mərcuhi əvlə minəl-iftiraq aləl-racih." Necə oldu qayda? Əl-ictima'u aləl-mərcuhi xayrun minəl-iftiraq aləl-racih. Mərcuh rəy üzərində bir olmaq, racih rəy üzərində parçalanmaqdan daha xeyirlidir. Bu nəyə aiddir? Fiqhi məsələlərə aiddir. Bu, fiqhi furu məsələlərə aiddir. Əl-ictima' aləl-racih, aləl-mərcuh xayrun minəl-iftiraq aləl-racih. Yəni, mərcuh əməl üzərində ittifaq, racih əməl üzərində iftiraqdan, parçalanmadan daha xeyirlidir. Bu, həm bu cəhətdən, həm də bunun sünnədən, sahabidən dəlili var. Birincisi, Allah Resulü sallallahu aleyhi ve sellem
bizi çoxlu şərlərdən çəkindirib. Və sahabələr bu şərlərə necə əməl edib? Baxın, Osman radiyallahu anhu səfərdəykən səfər namazını 4 rükət qılır. Və İbn Məsud radiyallahu anhu onun arxasında 4 rükət olaraq tamamlayır. Əslində səfər nə idi? 2 rükət idi. Şəriətin hökmü nə idi məsələdə? 2 rükət. Lakin hakim bax nə elədi? 4 rükət qıldı. Bu şəriətin hökmünü dəyişdi. Və İbn Məsud radiyallahu anhu nə deyir? Deyir ki, baxın, mən deyir Peyğəmbər sallallahu aleyhi və səlləmin. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında Peyğəmbər sallallahu aleyhi və səlləmlə Abu Bakrla, Omarla səfərdə 2 rükət qılmışam. Namazı qasr edib 2 rükət. Yəni təəccüblənməyin ki, Osmanın arxasında 4 rükət qılıram. Çünki deyir, ixtilaf şərdir. Çünki ixtilaf şərdir. Deməli, bax, alimlər deyir ki, deyir, namazın rəkətləri mi, yəni rəkətini mi dəyişmək daha şərlidir, yoxsa məkanları və ya iqamənin vaxtını gecikdirmək və ya tezləşdirmək? Namazın rəkətini yəni çoxaltmaq daha şeydir, şərdir, elə deyilmi? Bir səfərdə 2 rükətdir. Yəni səfərdə 4 rükət qılırsan, aydın mı? Yəni budur məsələ. Ona görə iki sütunun arasında namaz qılmaq icazəli deyil əlbəttə. İki sütunun arxasında namaz qılmaq icazəli deyil. Çünki qadağa gəlib buna sünnədən. Eləcə də imam əgər deyirsə ki, iki sütunun arasında namaz qıl, yəni və bunun üzərində israr edirsə, birinci vacib odur ki, imama çatdıraq bütün əməllər, iqamə məsələsi olsun, həmçinin iki sütunun arası olsun. Yəni nəsihət edək. Nəsihət də necə olur? İnsanlar içində yox. Yəni xəlvətdə olur. Yazdım neyim bir şey. Ona vaxtsa. Yox. Heç də olmaz, kəsəcək. Problem yoxdur, narahat olma. Ne diyeyim orasını açacaq. İki sütun adi bizde iki sütun vardı. Ortasında duruyor da şey. Öyle başı düşüyorlar. Bir de onun ucu. Problemdir o. Biz adi durmuş. Bir tane sütun bizi bölenden problem. O da o problemdir, o da problem. Amma sütunlar arası olmaz. Bəli, ha? Aşağıda arada durur. Bəli, bilirəm. İki sütunun arası durmaz. Heç də olmaz, ha. Problem yoxdur. O mən özüm baxacağam. Evdə baxacaqlar, narahat olma. Deməli, iki sütunun arası durmaq və yaxud da səhvi sütunun bölməsi, bu da qadağa gəlib, deyilmi şəriətdə? Bunlardansa, yəni bu məkanın dəyişilməsidir. Dedik, Osman radiyallahu anhunun əsəri isə namazın rəkətini dəyişir. Bu ondan daha şərlidir əslində. Yəni İbn Məsudun yəni 2 rükətli namazı 4 rükət qılması və arxadan təsbih etməməsi, Subhanallah deməməsi və ixtilaf şər edilməsi bu sahabidən qaydadır. Bizə qayda öyrədib ki, yəni mərcuh üzərində ittifaq etmək racih üzərində parçalanmaqdan daha xeyirlidir. Ona görə əgər imam birinci çatdırırıq, bəyan edirik, qəbul edərsə əla, elhamdülillah. Qəbul etməzsə heç də olmaz, dediyinə tabi olunur. Tabi olunur, bircə nə olmasın? İxtilaf olmasın, şər olmasın, parçalanma olmasın, mübahisə yaranıb fitnə düşməsin. Aydın mı? Yəni, və həmçinin ədəb cəhətdən, əxlaq cəhətdən də yəni Qur'ana və sünnəyə daha uyğundur. Çünki nə qədər iftiraq olursa, o qədər insanlar bir-birinin haqqına girir. Bir-birinin qeybətini edirlər, bir-birinin namusuna, izinə haqqında pis danışırlar. Bir-birinin qeybətini edir, bir-birinin haqqında həddi aşır, bəzən görürsən ki, bir-birinin səsini qaldırırlar. Və bu da keçmiş ümmətlərin parçalanma səbəbləri olub. Allah Azə və Cəllə deyir ki, وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ. Deyir, onlara açıq-aşkar dəlillər gələndən sonra onlar bir-birinə qarşı həddi aşıb, ədəbsizlik edib parçalandılar. Görsən, deməli, adi ədəbsizlikdən parçalanmaq yaranır. Ona görə biz keçən dərslərimizdə demişdik ki, parçalanmağın iki böyük amili səbəbi var. Birinci səbəb nədir? Əqidəni bilməmək. Doğru, düzgün, dürüst əqidəni bilməməkdir.
Hansı ki o əqidə ki Allah Rasul sallallahu aleyhi və səlləm onun sahabələri olub. Hansı ki o əqidə ki Allah Quran-ı Kərimdə tərif edib. Fəin əmənu bimisli mə əməntum bihi fəqad ihtədəv. Deyir, siz də onlar kimi iman etsə. İman nədir? Etiqad, əqidə. İman nədir? Allaha iman, mələklərə iman, kitablara iman, rasullara iman, qəza qədərə iman, axirətə iman. Hamısı əqidə məsələləridir. Bunlar bütün rasulların dəvət etdiyi məsələ olub. Və laqad ba'asna fi kulli ummatin rasulan an ya'budullaha və ijtanibut tağut. Biz bütün ümmətlərə rasul göndərmişdik ki, yalnız Allaha ibadət etməyə çağır və Allahdan qeyri-ibadət olunan tağutları inkar edəs. Tağut nədir? Allahdan qeyri-ibadət olunan şeytan və digər təfsirlər də var tağut haqqında. Amma ra'sut tağut nədir? Şeytan. Sən həmişə insanlar arasında fitnə salmaq istəyir. Deməli, əqidə, yəni əqidə bütün rasullar eyni əqidəyə dəvət edib. Ya, hamısı. Yəni bax, əmənər rasulu bimə unzilə ileyhi min rabbihi vəl mu'minun. Kullun əmənə billah. Ki, rasul və möminlər Allaha iman gətirdilər. Elə mi? Və hamısı iman gətirdi, axırda la nufarriqu beynə əhədin min rusuli. Deyir ki, onların rasullar arasında heç bir fərq qoymuruq. Bütün rasullar eyni şeyə dəvət edib və bütün rasullara iman etdik. Və Allah Azze və Cəllə bir rasulu belə inkar etməyi, bütün rasulları inkar etməyə bərabər edib. Dəlil nədir? Kəzzəbət qavmu Nuhinil mursəlin. Nuhun qövmü bütün rasulları inkar etdi. Baxmayaq, Nuh ilk rasul olub. Nuhun vaxtında bir dənə rasul gəlmişdi. Amma Allah Azze və Cəllə deyir ki, Nuhun qövmü bütün rasulları inkar etdi. Nəyə görə? Bir rasulu inkar etdiyi üçün. Və həmçinin Allah Azze və Cəllə deyir ki, İnnə uhaynə iləykə kəmə uhaynə ilə Nuhin və nəbiyyinə min bə'dih. Biz sənə vəhiy etmişik, necə ki səndən əvvəl Nuha və ondan sonra peyğəmbərlərə vəhiy etdiyimiz eyni şey. Yəni, aydın mı? Və mə ərsəlnə min rasulin illə və mə ərsəlnə qabləkə min rasulin illə nuhi iləyhi ənəhu la iləhə illə ənə fa'budun. Yəni, səndən qabaq bütün peyğəmbərlərə vəhiy etdik ki, yəni, la iləhə illallaha çağırsın və yalnız mənə ibadət etsin insanlar. Yəni, Allahdan başqa ibadətə layiq məbud yoxdur. Yüzdən əqidə eyni olub. Lakin baxırsan ki, əqidələr, bütün rasullar da eyni olub, amma parçalanmalar nəyin üzərində olub? Əqidədə insanlar rasulların və sahabələrin yoluna tabi olmadıqları üçün parçalanıblar. Və həmçinin ikinci böyük səbəb də parçalanmağın nə olub? Ədəbsizlik. Bu onun qeybətini etməsi, yəni buna böhtan atması və belə şeylər yəni insanları parçalayıb. İkinci sual nə idi? Cümə namazına gələndə gec gedibsən, ancaq Cümə namazına gedəndə əgər insan gec gedərsə və birinci səhvə yəni can atarsa, onun birinci səhvdə dayanmağında bir xeyir varmı və yaxud da necədir bu məsələnin hökmü? Və kimisə haqqında girmiş olursanmı? Cavab odur ki, burada məsələ iki növdür. Birinci odur ki, ola bilər ki, səhv sənin üçün açılır Allahın rəhmətindən, lütfündən. Sənin qabağında yer açılıb sənə və sən keçirsən. Və sonra yenə yer açıldı, yenə keçirsən. Belə ola bilər. Və sonra yenə yer açıldı və keçirsən və hətta birinci səhvə qədər və yəni, təqaddüm edirsən. Yəni, bu Allahın rəhmətidir. Belə olanda demək ki, yox, mən gec gəlmişəm, elə bu axır səhvdə namaz qılım. Xeyr, təqaddüm elə. Qabaq səhvdə xeyir var. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, əgər bilsəydiniz, birinci səhvdə və ya azan verməkdə nə qədər xeyirlər var, mütləq püşk atardınız onu yerinə yetirməkdə ötəri. Yəni deyərsiniz, yox mən edəcəm, yox mən dayanacağam, yox mən edəcəm, yox mən dayanacağam. Bu qədər. Hətta axırda razılaşmazdınız, püşk atar, deyərsiniz, gəl püşk ataq. Yəni, o dərəcədə yəni həris olardınız. Yəni, "Ləv ya'lamun ma fi's saffil awwal vel azan." Əgər bilsəydiniz ki, azanda və birinci səhvdə nə qədər xeyirlər var. Deməli, birinci səhvdə xeyir var, can at. Yəni, təbii ki, əgər sənin üçün səhv açılıbsa, yox, əgər sən balaca bir boşluq görüb, zorla özünü həmin boşluğun içinə salırsan və iki tərəfdə olan insanlara əziyyət verirsənsə, bu haramdır. Bu olmaz, insanlara zülm etmək olmaz. Və haramdır ona görə ki, birincisi, sən özün rahat namaz qıla bilməyəcəksən. Və namazda da əsas hissə nədir? Xuşudur. Çünki qayda var ki, usul elmində,
El-fadlu el-mutaalliqu fi zatil ibadeti hayrun minel fadli el-mutaalliq bi mekanil ibadeti ev zamanihi. Deyir ki, ibadətin özü ilə bağlı olan fəzilət, ibadətin zamanı ilə və məkanı ilə bağlı olan fəzilətdən daha üstündür. Yəni, sən birinci səhvə gedirsən, birinci səhv zaman, məkandır, deyilmi? Amma xuşunu itirirsən. Xuşu isə namazın özü ilə bağlı olan fəzilətdir. Deməli, sən nə edirsən? Xuşunu önə çəkirsən. Və arxada qıl, amma darısqal yerdə qılma, amma xuşulu qıl, düzgün qıl. Və həmçinin sən özündən sonra 2 nəfər də nə edəsən? Narahat edəcəksən. Nəinki 2 nəfər, bəlkə sənin girmə səbəbinə 10 nəfər sıxıldı. Çünki sən dar bir yerə girmirsən, insanların yerini daraltmısan. Və ona görə bu problem, bəli. Və sıxlıqda bərəkət var. O, yəni hər kəs öz yerində dayanarsa, çiyin-çiyinə, topuq-topuq olarsa. Yəni necə ki, sahabələrdən gəlib, onlar topuqlarını və çiyinlərini birləşdirərlər, amma normal şəkildə. Heç vaxt onlar bir-birinin ayağını sıxmayıblar. Nə də bəzən görsən, səhvdə dayanırsan, görsən ki, topuğun deşilir. Yəni, qıraq bir nəfər topuğunu deşirsən, əməli başla. Yəni, sən namaz qıla bilmirsən. Az qalan, neynəyəsən, deyəsən ki, namazdan, ay qardaşım, topuğunu biraz yüngül elə. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem sizin ən xeyirliniz çiyinləri yüngül olanınızdır. Yəni, çalışın, yəni, adam birləşdirər ayağını, amma yüngül şəkildə. Yəni, ayaqlarda, ayaq birləşməsində, topuqların birləşməsində məqsəd nədir? Məqsəd səhvin düzlüyüdür. Peyğəmbər sallallahu aleyhi ve sellem yəni, sahabələr nə deyər? Tarasu, düzülün. Yəni, həm nə deyərdi həmçin? Deyir ki, savvu sufufakum, səhvlərini düz edin. Fə innə tasfiyyətə sufuf min iqamətis salə. Həqiqətən səhvlərin düz olması namazın kamilliyindəndir, iqaməsindən. İqamə nədir? Yəni, bir rəvayət gəl, min təməmis salə. Namazın tamamlığındandır. Yəni, 2 rəvayət var bu barədə. Çünki namaz nə qədər düz olarsa, o qədər kamil olur. Amma birinci səhvdə namaz qılmaqdansa, arxa səhvdə xuşulu qılmaq daha nədir? Fəzilətlidir. Necə ki, buna sünnədən dəlil var. Sünnədə gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, la salətə ində hadratit ta'am. Namaz yoxdur. Nə vaxt? Yemək gələn vaxt. İzə hadaral əşə, uzinə lil-əşə, fəbda'u bil-əşə, qabləl-əşə. Deyir ki, əgər axşam yeməyə gələrsə və işə namazına azam verilərsə, deyir, işə namazından qabaq əşədən başlayın, yəni yeməkdən başlayın. Hətta insan nə etməsin? Yayındırmasın. Deməli, fikir ver. Ola bilər, insan yemək yeyər və namaza gecikər. Və namaz haradadır? Məsciddə 27 qat artıq savabda. Amma Allah Rasulü sallallahu aleyhi ve sellem xuşu ilə qılınan namazı evdə qılınan 27 qat artıq olan namazdan üstün tutdu. Burada qayda var. Əgər insan hilə ilə bunu edərsə, bu nədir? Haramdır alimlər deyir. Deyir ki, Şeyx İbn Hüseymin rahimehullah bu məsələ nəyə gətirir? Əgər insan deyir, qəsdən səfərə çıxır ki, oruç tutmasın Ramazanda. Yəni, misal üçün insan yayda oruç tutmaq çətindir. Qəsdən səfərə çıxır ki, yayda oruç tutmasın, sonra qışda qəza edərəm. Aydınmı? Yəni, bu hilədir. Bu şəriətə o qarşı olan, bu haramdır bunu etmək. Yəni, necə ki, insan deyir ki, tez yeməyi gətir, indi azan veriləcək. Yəni, neynəməyim? Yeməyə görə azana getməyim. Aydınmı? Bu hilədir, belə şey haramdır, olmaz. Çünki məsciddə yəni, cəmaat namaz qılmaq vacibdir. Və hətta alimlər deyir ki, nəinki özümüzə, hətta övladlarımıza belə vacibdir. Yəni, gücümüz çatan qədər onları namaza gətirməliyik, namaza öyrətməliyik. Belə. Aydın oldu məsələ. Amma deməli, əgər insana boşluq açılarsa, keçər və keçməsi daha yaxşıdır. Amma əgər boşluq yoxdursa, insan özünü zorla birinci səhvə çatdırır və yaxud da misal üçün fırlanır, gedir, tez birinci səhvdə yer tutur və insanlar durana qədər. Amma var, misal üçün, yer boşluqdur, amma səndən qabaq gələnlər var birinci səhvdə. Yəni, onların haqqına girmək, bəli, onların haqqına girməkdir. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellemin yəni, onun haqqında nə deyirlər? O harada boş yer görsəydi, orada dayanardı.
Amma nə idi? Allah Resulü sallallahu əleyhi və səlləmin kim idi? Allah Resulü sallallahu əleyhi və səlləm peyğəmbəri idi. Həmçinin sahabelər harda boş yer görürdülər, orada dayanırdılar, otururdular. Yəni məqsəd birinci səhv nəyə görədir? Namaza tez gəlməyə görə. Əgər sən namaza tez gəlməmisənsə, onda birinci səhvdə insanlara əziyyət vermək vallahi, yəni mafduldur, fadil deyil. Yəni fəzilətin əksi nədir? Fəzilət deyil. Aydın. Əsas fəzilət namazın özünə bağlıdır. Ona görə insan namazın özünə yönəlməsi, öz fəzilətinə yönəlməsi daha yaxşıdır. Nəinki mafdula yönəlib insanlara əziyyət versin və insanların əsəbini, qəzəbini qazanmaqdansa. Yaxşı, bir görsək ki, bir nəfər belə edir, biz ona qarşı necə mövqedə olmalıyıq? Deməliyik ki, o qardaşdır. İnsandır, bilmir, elə bilir ki, belə etmək daha fəzilətlidir, fəzilətə can atır, qoy atsın. Can. Və kimin əgər imkanı varsa nəsiyyət etsin. Mən istata'a minkum en yenfa'a axahu felyenfa'. Kim əgər istəyirsə, aleykumsalam, yəni qardaşına fayda versin. Yox, əgər bacarmırsa, onun üçün dua edək. Çünki insandır, yəni insan kimi yanaşaq. Çünki insan Allah Azze ve Celle insan sözünü Quran-ı Kerimdə eləyib, pisləyib. Bilək ki, o insandır, insan zülm də edə bilər, insan cahillik də edə bilər, insan zəif yaradılıb, insan Rəbbinə qarşı nankördür, insandır. Yəni inşallah mömin olanda düzələcək. Allah bir daha versin. Bəli, bəli. Aralıya geçməksə, aralıya getmək olmaz. O aralıya getmək olmaz. Yəni. O əziyyət verməkdən də. Sual yoxsa saxlayaq. Bir də ayaqları şey. Bəli. Bəzən belə qoymuş, bəzən belə qoymuş. Aysa, ha. Yəni bu Həmçinin sanki belə qoyma. Deyir mən belə yapalım, mən belə durmaz. Yəni həmçinin qardaş soruşur ki, ayaqları bəzi insanlar var tam aralı şəkildə qoyur, bəzi insanlar var, yəni topuqları sıxır, yəni pəncələri qabağa tərəf əyir. Yəni namazda ayaqlar düz olmalıdır. Yəni ayaqlar düz şəkildə olmalıdır. Yəni ayaqları nə çölə tərəf açmaq pəncələri, nə içəri tərəf olmaq, yəni belə gəlməyib. Allah Resulü sallallahu aleyhi və səlləm həmçinin sahabelər dayananda, onlardan bu barədə çoxlu əsərlər də var. Onlar ayaqları qiblə istiqamətində olub. Yəni ayaqları nə çox açmaq, nə də çox yığmaq düzgün deyil. Yəni aydınmı? Və həmçinin topuqları birləşdirirəm deyərək, ona görə bəzi alimlər deyirlər ki, necə ki, hətta müasir alimlərdən Şeyx Səlim Tavil Hafizahullah, yəni deyir ki, bu məsələ xatadır. Neynəmək? Topuqları birləşdirib, pəncələri qabağa əymək ki, mən sünnəyə əməl edirəm. Çünki sən deyir, topuqları əysən, deyir, sünnədən yayınmış olacaqsan. Sünnədə nə deyir? Ayaqların düz dayanmasıdır. Ayaqların düz dayanması. Allah bilir, bəli. Siz dediniz, Bəli. Calatı, Bəli. birinci səhvi calatı, bir də azana. Məscidə aiddir, qırağa da aiddir. Yox, o birinci səhv ümumən, yəni məsciddə əsas fəzilət məscidə aiddir. Lakin digər yerlərdə də əgər birinci səhv varsa, misal üçün insanlar həcdədir, həccin çadırında namaz qılırlar. Birinci səhvdə namaz qılmağın, axır səhvdə namaz qılmağından daha xeyirlidir. Nəyə görə? Çünki hədisdə ümumi gəlib. Necə gəlib hədisdə? Xayru sufufur rical avvaluha. Xayru sufufun nisə axiruha. Kişilərin və xayru sufufur rical. Aydınmı? Xayru sufufur rical, yəni ümumi gəlib. Məscid qeydi gəlməyib. Aydınmı? Bu mutlaq gəlib. Yəni kişilərin ən xeyirli səhvi və qeyd gəlmədi. Deməli, bütün yerlərə şamil olunur. Aydınmı? Usul elminə götürsək, qeydsiz gəlirsə, yəni əməli hara qaytarsan, mutlaqla əməl edirsən. Əgər mutlaqın müqayyədi gəlməyibsə, mutlaqla əməl olunur. Burada da mutlaq gəlməyib və həmçinin bu evdə də qılınsa, cəmaat qılınır bir yerdə, əqiqdir, toydur və s. Əlbəttə, əvvəl səhvdə qılanların savabı daha çoxdur Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisinə görə. Allah bir daha doğrusu. Azanası? Azan vermək. Hətta həmin yerdə azan vermək belə. Çünki azan vermək, yəni fəzilətdir. İstəyir məscid olsun, istəyir qeyri məscid olsun. Çünki azan vermək barədə həm müəzzinin fəziləti haqqında hədislər var və həmçinin yəni o azanı eşidən bitkilərin, yəni heyvanların və digərlərin şahid olması barədə olan əsərlər var. Və həmçinin azan verilən yerdə olan şeytanın qaçması
haqqında fəzilət gəlib insan, yəni onu nə edir? Şeytanı qovur və bu ibadətdir. O ibadətdir. Ona görə bu hər yerdə azan vermək nədir? Yəni fəzilətdir, azan vermək. Yəni əlbəttə hər yerdə fəziləti gəlib. Yəni bu tək məscidə bağlı deyil. Hətta evdə azan verməyin böyük fəziləti var. Evdə azan vermək evin xeyrini artırır, bərəkətini artırır. Şeytanı evdən qovur. Şeytanı evdən qovur. Evdə olan sehir, cadu, göz dəymələr müalicə olunur. Çünki sehir, cadu, göz dəymələrin səbəbi nədir? Şeytan, cinlər. Minəl cinnəti və nəs. O şeytanlar ki, insanlardan və cinlərdəndir. Onlar səbəbi nə olur bu? Azan veriləndə onlar nə olur? Qaçırlar. Deməli, o qaçırsa, sehir nə olur? Zəifləyir. Ona görə müalicə metodlarından, üsullarından biri nə etmək? Evdə azan vermək. Xəstənin yanında azan verməkdir. Xəstənin yanında azan verməkdir. Bəli. Əgər evdə uşaqlar varsa, bəli, uşaq təmiz yaşına çatıbsa, azan verməsi olar. Yaxşı olar ki, uşaq versin. Hətta tapşırarsan ki, oğul, bax, namazın vaxtı çatanda və yaxud da insan özü evdə olmazsa, yoldaşına tapşırır ki, uşaqlara dinən ki, evdə azan versin. Azan vermək, yəni qadınlar azan verirmi? Bu barədə ixtilaf var alimlər arasında. İxtilaf var. Yəni, bəzi alimlər deyir ki, ən-nisə şaqaqur ricəl, yəni qadınlar kişilərin şaqaiqləridir. Yəni kişilərə, yəni doğmalarıdır da. Yəni nə mənada doğmalarıdır? O mənadakı şəri hökmlər, kişilərə gələn hökmlər qadınlara da aiddir. Bu baxımdan. Lakin bu barədə İshaq ibn Rahaweyh rahimehullah deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi ötdü keçdi. Yəni sahabə, tabiin, ətba'ut tabiin və İshaq ibn Rahaweyh kimin vaxtında yaşayıb? İmam Əhmədin vaxtında, yəni İmam Əhmədin vaxtında yaşayan böyük alimlərdəndir. Buxarinin müəllimi olub. ki, Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsi ötdü keçdi, amma bir dəfə olsun rəvayət yoxdur ki, qadınlar azan verib və ya iqamə verib. Bir rəvayət belə səhih rəvayət yoxdur bu barədə. Yəni, ona görə həmçinin qadınların səsi nədir? Qadınların səsi səhih rəyə görə övrətdir. Yəni, övrət nə mənada? Yəni ki, qadın səsindən kişilər təsirlənir. Buna görə əsl qorunmaqdır. Ona görə qadınlar bundan qorunsa daha yaxşıdır. Həmçinin azan nə olur? Səsli verilir, azan i'ləndir. Aydın mı? Bu cəhətdən qadınlar azan verməməyi daha avlədir. Həm təlili cəhətdən, həm naxsi cəhətdən. Vallahu aləm, Allah bilir daha. Lakin ixtilafdır, əgər kim hər hansı bir yəni elm əhlinin, elm tələbəsinin, alimin hər hansı bir rəyi ilə qadınlar azan verir rəyini götürübsə, burada heç bir məsələ problem deyil. Məsələ nədir? İctihadi məsələdir. Yəni həmişə keçən də, yəni necə ki bu dərsin əvvəlində götürdük ki, mərcuh üzərində ittifaq etmək, racih üzərində ixtilaf etməkdən daha yaxşı. Bəzən görsən ki, elə qardaşlar var ki, fikri məsələlər üzərində düşmənçilik eləyir. Allahu akbar. Bu problemdir, qardaş. Fikri məsələlər üzərində düşmənçilik olmaz. Hətta əqidə məsələlər üzərində, yəni dost düşmənçiliyi elə olmalıdır ki, fitnə fəsad çıxmasın. Hikmətlə yəni məsələni həll etmək, münkəri aradan qaldırmaq. Və həmçinin burada diqqət olması məsələ var. Və bəzən diqqət olması məsələlərdən biri də odur ki, bəzən ola bilər ki, diqqət et, məsələ çox önəmli məsələdir. Var huruf, var məbəni. Yəni, ola bilsin məsələ insanı sünnədən yəni, çıxaran məsələdir. Elə deyil mi? Bidətə salan məsələdir. Lakin bax, bidət əhli ilə əhl-i sünnə arasında olan bu məsələyə diqqət edək. Var huruf, var məbəni. Val huruf, val məbəni. Yəni, əhl-i sünnənin özünün hurufu var və məbənisi var, var məanisi var. Huruf val məbəni birdir, məani başqadır. Diqqət elə bax. Huruf val məbəni bidət əhlində ola bilər və eyni huruf val məbəniyə əhl-i sünnə alimlərindən kimsə müvafiq ola bilər. Nədə? Huruf və məbənidə. Amma mənədə müxalifdir.
Tez huruf və məbəni, yəni açıqlayacağım məsələni. Huruf və məbnədə müvafiq olduğu üçün bu alim bidət əhlinin bu sözünə tez ona hökm etmək lazım deyil ki, bu alim də bu bidət əhlindəndir. Aydın mı? Bu bidət əhlindən müvafiq olub. Nə deməkdir bu? Götürək misal verək qədimdən. Mu'təzillər, cəhmilər nə deyirdi? Ki, ləfz-i bil-Qur'an məxluq. Deyir, mənim ləfzim, yəni Qur'an oxuduğum ləfiz nədir? Məxluqdur. Məxluqdur. Bu nə qəsd edirlər? Allahın kəlamını qəsd edirdi. Kim? Mu'təzillər. Həmçinin cəhmilər. Onlar ikisi də Qur'ana məxluq deyənlərdir, deyilmi? Onlar nə qəsd edirlər? Allahın kəlamı məxluqdunu qəsd edirlər. Fikir ver bu məbnəyə, bu hurufa, buna bəzən alimlər huruf, məbnə deyirlər. Şeyxülislam İbn Teymiyyə rahimehullah hədis-ül iftiraqda bu məsələləri yaxşı açıqlayır, izah edir. Deməli, hədis-ül iftiraqda şərh edənlər. İmam Buxari rahimehullah nə deyir? Ki, ləfz-i bil-Qur'an məxluq. Eyni Mu'təzillərin sözünü dedi mi? Dedi. Amma İmam Buxari nəyə qəsd edirdi? Ləfzi qəsd, yəni qarinin səsini qəsd edirdi. Savut, savutul qari. Kəlam, kəlamul bəri. Səs qarinin səsidir, kəlam bərinin kəlamıdır. Allahın kəlamı. Allahın kəlamı məxluq deyil. İmam Buxari Allahın kəlamına məxluq demirdi. Ona görə nə, hətta kitabı var, Xalq Əf'al İbad. Yəni qulların feillərinin yaradılması haqqında kitabı var. İmam Buxari rahimehullah. İmam Buxari ən dəqiq alimlərdən olub məsələdə. Lakin bax, Zuhli rahimehullah. Zuhli İmam Buxarinin şeyxi olub. Nə dedi? Ləfz-i bil-Qur'an qeyri-məxluq. Mənim Qur'an haqqında olan ləfzim məxluq deyil. Amma nəyi qəsd edirdi? Allahın kəlamını qəsd edirdi. Buxari ilə Zuhlinin sözləri bir-birinə əks idi. Lakin arada problem var idi? Xeyr. Çünki heç birinin mənası səhv deyil idi. Biri Allahın kəlamını qəsd edir, biri yəni qarinin səsini qəsd edirdi. Aydın mı? Hətta İmam Buxarinin hurufu məbnəsi Mu'təzilənin hurufu məbnəsi ilə eyni idi. Lakin qayda var ki, deyirik ki, əgər huruf və məbnə eyni olarsa, qayıdırsan hara? Qəsdinə. Soruşursan ki, qəsdin nə idi? Aydın mı? Qəsdini soruşursan, qəsdinə qayıdırsan. Ona görə, əgər bir alim və ya bir tələbə və ya bir şeyx, əgər bidət əhlinin hurufuna, məbnəsinə uyğun bir söz deyərsə, ona nə edirsən? Onun qəsdinə qayıdırsan, qəsdini soruşursan. Ləzimül qovl, leysə bi qovl. Yəni, əgər insanın sözündən çıxan ləzim, o deməkdir ki, onun qəsdidir o. Aydın mı? Onun qəsdidir. Ona görə məsələlərə diqqətlicə. Peyğəmbər sallallahu əleyhi və səlləm savayı, çünki ləzimül haqq haqqun. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin Allah azza və cəllə Quran-Kərimdə onlardan çıxan məna da nədir? Haqqdır. Əgər məna düzgün davab etdər, düzgün qaydalar üzərində çıxarılıbsa. Yoxsa ki, batil vahımlar üzərində çıxarılıbsa, xeyr, yəni düzgün deyil. Ola bilər insan düzgün olmayan qayda üzərində çıxarılır. Aydın mı? Bu yəni ona bu ləvazimlər düzgün ləvazimlər olmalıdır. Şəriətin usul və qaydalarına, davabitlərinə uyğun olmalıdır. Allahu aləm. Allah bilir. Onu saxlayarız zəhmət olmasa. Davam eləyək sual kimi. Mən deyim sonra siz bir şey Aha, yaxşı. Aha. Saxlayın.